Salam, hörmətli televiziya tamaşaçıları. Bugün çox maraqlı bir verilişlə sizin qonağınızıq. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, öz yaradıcılığı ilə təkcə respublikamızda yox, bütün Türk dünyasında sevilən, Türk dünyası sevdalısı, gözəl bir şairə ilə sizin qonağınızıq. Əvvəlcə istərdim ki, ənənəvi bir sualla müraciət edim. Necəsiniz? Mən ilk öncə əziz Elşən müəllim, sizə xoş gəlmisiniz deyirəm. Bütün izləyicilərimizi mərhəmətli Allahın adı ilə salamlayıram. Allahın rəhməti, bərəkəti xalqımızın, millətimizin, dövlətimizin, bütün Türk dünyamızın başı üzərinə olsun. Amin inşallah. Dönürəm sizin verdiyiniz suala. Allah'a şükür, yaxşıyıq. Hər şey yolunda, hər şey gözəl, hər şey yaxşıdır. Siz necəsiz? Çox sağ olun. Elə sizin qonağınız olub da çox sevindim. Sağ olun ki, bizi belə səmimi, gözəl qəbul elədiniz. Həm sizinlə tanış olduq, həm də bütün yaş təbəqəsindən olan tamaşaçılarımız var ki, bizim verilişimizin artıq bayaq qeyd elədiyim kimi həm əhatə dairəsi genişlənir, həm müasir dövrdə televiziya məkanında öz yüksək reytinq olan bir verilişdir və təbii ki, sizi kimi qonaqlarla tanış olduqca elə tamaşaçıların da rəylərindən hiss edirik ki, onlar da sevinir hər dəfə belə bir qonağımızla tanış olanda. Biz həm sizlə tanış olduq, həm də mən əminəm ki, tamaşaçılarımızın sevdiyi bir verilişimiz olacaq. İlk sualı da istərdim ki, bax bu kitablarla mən sizin yaradıcılığınızla tanış oldum. Hər iki kitabı ilk dəfə gördüm və Bakıdan qaydanda gecə yatmadan bu kitabların ikisini də oxudum. Sanki bu kitablar müasir dövrdə hələ uzun əsrlər gələcək, nəsillər gələcək, şanlı tariximizin tədqiqatçıları olacaqlar. Onlar elm üçün maraqlı, tarix üçün maraqlı araşdırmalar eləyəcəklər və mən əminəm ki, sizin yazdığınız bu kitablar gələcək nəsil üçün böyük bir xəzinə olacaq. Çünki hər yazılan kitablar bizim gələcəyə məktublarımızdır. İstərdim ki, elə bu kitablar haqqında, bu kitabların yazılması, bu kitablarda olan ürək çırpıntıları, həqiqətlər haqqında və təbii ki, şeirlər haqqında danışardınız. Demək olar ki, o kitablar mənim yaradıcılığımda çox mühüm yer tutur. Çünki bizim uzun illərdir, 30 ilə yaxındır, həsrətlə gözlədiyimiz Qarabağımızın, düşmən işğalı altında qalan torpaqlarımızın fatihi, bizim cənab Ali Baş Komandanımıza həsr etdiyim kitablarımdır, o kitablar ikisi də. Və mən bir Azərbaycanlı kimi, bir Türk dünyası sevdalısı kimi özümə borc bilmişəm, bir qələm əhli kimi yazım bu kitabları. Çünki bugün mən belə düşünürəm ki, əlində qələm tutmağı bacaran, yazmağı bacaran hər bir kəs bizim bu tariximizi yazmalıdır. Və borcumuzdur bu bizim. Bir gün gələcək, zaman gələcək, bizim yazdıqlarımız, bizim qələmə aldıqlarımız bir tarixə çevriləcək. Nə zamansa, əgər bunlar olmasa, əgər biz bugün bu 30 ilə yaxın, mən 30 ilə yaxın demərəm, 200 ilə yaxın torpaqlarımız uğrunda xain qonşuların apardıqları bu mübarizələrə, o xaincəsinə torpaqlarımızı ələ keçirmələrinə son verən igid oğlumuzun, İlham Əliyevin bugünkü uğurlarını yazmamaq, yəni bunu mən uyğunlaşdıra bilmirəm. Nə əqidəmə, nə düşüncələrimə, nə necə deyim sizə, öz tərzimə, Xuraman Muradova tərzinə uyğunlaşdıra bilmirəm və ona görə də çox düşündüm, çox daşındım və gördüm ki, yazmasam olmur. Bunları etməsəm olmur. Yazdım. 2 kitab yazmışam bizim Ali Baş Komandanımızla bağlı, onun xanımı ilə bağlı. Bəli, bizim Ali Baş Komandanımız bizim xalqımızın, ordumuzun o gözəl adını, o mərdlik adını, o kişilik adını layiqincə geri qaytaran Ali Baş Komandanımızdır.
bizim xalqımızın fatihidir. Bizim xalqımızın igid oğludur, cəsur oğludur, mərd oğludur. Bundan yazmamaq olmaz. Bunu biz hamımız yazmalıyıq. Bugün yazmalıyıq ki, gələcək nəsillər, gələcək necə deyim, gələcəkdə tarixə çevrilən illərdə bunlar ortaya gələ bilsin. Bunlar ortaya qoyula bilsin. Təbii çox çətinliklərlə bu işlər həll oldu. Təbii çox böyük zülmlərlə, əziyyətlərlə başa gəldi. Görün, neçə illərdir, nə qədər uzun illərdir ki, bizim torpaqlarımız xain düşmənlər tərəfindən zəbt olunub. Hər zaman bir belə çəkmədə olub, çəkişmədə olublar, onlar göz tikiblər. Və eyni zamanda bizim Ali Baş Komandanımızın nəhayət ki, bu uzun illərdən sonra bu çəkişmələrə ər kişi kimi, bir mərd əsl türk oğlu kimi son verməsi, onlardan torpaqlarımızı geri qaytarması, onlardan torpaqlarımızı geri alması, bu bizim xalqımızın, millətimizin, bütün Azərbaycan qadınlarının, kişilərinin, bizim o torpaqlarda həsrətlə qəbristanlıqda uyuyan insanlarımızın ruhuna bir ərmağandır. Ruhuna bir, necə deyim sizə, böyük hədiyyədir. Bizim uzun illər idi, torpaqlarımız bayramlarımıza həsrət idi, yazımıza həsrət idi, baharımıza həsrət idi. Amma bugün ən ucqar rayonlarımızda belə bizim 3 rəngli bayrağımız dalğalanır. Bizim heç bir torpağımızın Allaha min şükür olsun ki, artıq düşmən əsarətində qalan bir yeri qalmadı. Qalan bir yeri olmadı. Sızıldamır o torpaqlarımız, sevinir o torpaqlarımız. Toy bayram eləyirik biz. Bizim bu haqqımızı bizə kim aldı verdi? Bizim Ali Baş Komandanımız, bizim ordumuz, bizim şəhidlərimiz, bizim qazi oğullarımız. Təbii uzun illər keçsə də, böyük çətinliklər görsək də, böyük zülmlərə məruz qalsaq da biz Allaha min şükür, həmd olsun Allahın böyüklüyünə ki, bizim Ali Baş Komandanımızın ağıllı siyasəti ilə, ağıllı rəhbərliyi ilə, ordumuzun, xalqımızın bütün bu, necə deyim sizə, birliyi ilə nəhayət ki, Allaha şükürlər olsun ki, bizim torpaqlarımız geri qaytarıldı, bizim torpaqlarımız azad olundu, bizim təkcə torpaqlar deyil, namusumuz geri qaytarıldı, vicdanımız geri qaytarıldı, qeyrətimiz geri qaytarıldı, bizim kimliyimiz geri qaytarıldı. Bəli, mən o kitabları yazmaqla, təbii bizim Ali Baş Komandan haqqında 2 kitab yox, minlərlə kitab da yazsaq azdır. Amma mən də bir Azərbaycanlı kimi, mən də bir xalqımın, yurdumun sevdalısı kimi biraz da olsa qələmə ala bilmişəmsə, özümü çox xoşbəxt hiss eləyirəm. Yəni, vicdani borcumu yerinə biraz da olsa yetirmiş kimi hiss eləyirəm. Çünki biz yazmalıyıq. Biz yazmasaq kim yazacaq? Əgər unutmamışsınızsa və unudulası bir şey də deyil təbii. Xain ermənilər nə edirdi? Xain ermənilər bizim tariximizi pozmaq üçün bizim qəbristanlıqlara qədər, bizim bütün tarixi memarlıq abidələrimizi məhv eləyiblər, dağıdıblar, yandırıblar, evləri söküblər. Niyə bunu eləyirdilər ki? Bütün dünya görsün ki, burada Azərbaycanlılar yaşamayıbdır. Əgər biz bugün bu olanları yazmasaq, onları qələmə almasaq, ya bizim o xain erməninin pozmağa çalışdığı izlərimiz, yurtlarımız, ya da ki uzun il, bir neçə ildən sonra bu geri qaydanda bilinməyən tariximiz eyni məna daşıyacaq. Eyni mənanı daşıyacaq. Çünki onda da bizim tariximizi, izlərimizi pozmağa çalışırdılar. Bugün də biz kimliyimizi yazmasaq, bu torpaqları kimlər azad elədi? Bu azadlığı bizə kimlər verdi? Bu azadlığın şirinliyini bizə kimlər yaşatdı? Biz təbii bunu qələmə almasaq, elə həmən o formulun, o xəbisliyin, o xainliyin ikinci bir forması kimi nə vaxtsa xatırlana bilər. Ona görə də mən belə düşünürəm ki, hamımız yazmalıyıq. Bəli, gerçəyə yazmalıyıq. Alnı açıq, üzü ağ bugün yaşadıqlarımızı, bugün sevişlərimizi, bugün bu azadlığımızı, dik başı, yəni qürurlu yaşantılarımızı biz ilk öncə Allahımıza, Ali Baş Komandanımıza, şəhid olan oğullarımıza, qazilərimizə borçluyuq və bugün biz bunları qələmə almalıyıq. Mən həmən kitablarımda nəzərinizə çatdırım ki, təbii qələmə almışam
bildiklərimi, gördüklərimi, oxuduqlarımı və şahid olduqlarımı bizim Ali Baş Komandanımızın igidliyindən, qəhrəmanlığından mən orada qələmə almışam. Bizim Ali Baş Komandanımızın hər zaman kürəyində, arxasında dayanan bizim sevimli Mehriban xanımımızı, yəni onun bizim birinci vitse-prezidentimizin hər zaman Ali Baş Komandanımızın arxasında olmağı, onu bir əsl Türk xatunu kimi müdafiə eləməyi, öz sevgisi ilə, öz məhəbbəti ilə, öz istəyi ilə biz görürdük də, çiyin-çiyinə hər zaman onunla bərabər oldu bu xanım. Eləcə də onun balaları, eləcə də onun evladları biz bugün görürük. Biz, məsələn, mən sizə deyim ki, bu oruçluq zamanı günlərində hər gün bizim Ali Baş Komandanımızın balalarının, Leyla xanımın, Arzu xanımın, hətta onun gəlininin sadə insanların içərisində olması, onların şəhid anaları ilə bərabər olması, qazi qardaşlarımızla bərabər olması, bu, bilirsiniz, xalqa olan sevgidir. Bu xalq kim necə başa düşər, özü bilə bilər. Amma bugün dərindən düşünən insanlar üçün, dərindən o ruhu, məntiqi, dəyər verən insanlar üçün az bir şeylər deyil bu. Bu insanlar xalqın içərisindədir, bu insanlar xalqı sevir. Bəli, bizim o cür Ali Baş Komandanın ailəsi də ancaq belə olmalıdır və belədir. Bizim Mehriban xanımımız bir mələkdir. Mən həmişə deyirəm, mən hər zaman demişəm ki, bizim Mehriban xanım Əliyevanın mən bütün o gözəl arzularını, həyata keçirdiyi duyğularını hər zaman dəstəkləmişəm, dəstəkləyirəm və dəstəkləyəcəm. Çünki bu xanım bir xeyriyyətçilik rəmzidir. Sanki bir mələkdir. Harada bir gözəl arzu varsa, harada bir gözəl istək həyata keçirsə, harada bir insanın arzuladığı bir məqam varsa, biz təbii Mehriban xanımımızı orada görürük. Bu da bizlər üçün bir örnəkdir, bir dərsdir. Mehriban xanım, mən deyərdim ki, Türk dünyasının ulduzu bir xanımdır. Siz böyüyün, ey böyüklər, məhəbbətdən ürəklərə körpü salın. Siz böyüyün, ey böyüklər, sizlə bircə xalq böyüsün. Bəli, bu böyüklər bu əməlləri ilə, bu fəaliyyəti ilə sanki xalqı da böyütdülər, milləti də böyütdülər və ürəklərə körpü saldılar. Elə o körpüdən biri də gələcək nəslə salanın körpüdür. Bu da sizin bu kitablarınızdır. İstərdim ki, elə bu kitablardan bir şeir də deyərdiniz. Mənim gözüm üstə, mən o kitablarda əsas, yəni həsr elədiyim, deyim sizə ilk öncə bu şeir yaranıb, sonra kitab yaranıbdır. Mən istəyərdim sizin üçün səsləndirim. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev könüllərimizin fatihidir. Yaşatdı xalqına böyük bir zəfər, zülümlərə qılınc çalan komandan, ürəyi dağ boyda, ruhu göy qədər, könüllərə məlhəm olan komandan. Ata vəsiyyəti hasilə yetdi, ulu öndərimin ruhun şad etdi, dar gündə xalqına imdada yetdi, əsrin qəhrəmanı olan komandan. Zalımı, haqsızı yerlərə sərdi, şaxtalı Şuşama bahar gətirdi, yalçın qayalarda çiçək bitirdi, xarı bülbülümə hayan komandan. Arazdan su içdi Xudafərində, bizi salamladı Laçın elimdə. Xoçaz, Qırxqız, İşıqlı Güləbirdə, qalib kimi ayaq basan komandan. Bayrağı lütf etdi əmin əllərə, zəfər müjdələdi Turan ellərə, dəmir yumruq düşüb dildən dillərə, xalqımın fatihi olan komandan. Xuramanam, dövlətimə əskərəm, haqqın aşiqiyəm, haqqa məşələm, Turanın ər oğlu, sən ey möhtərəm, xalqımıza komandansan, komandan, xalqımıza komandansan, komandan. Xuraman xanım, elə şeirdə də hiss elədim, siz əslən doğulduğunuz məkan Laçın şəhəridir. Bəli, bəli. Belə başa düşdüm. Mənim ata tərəfim Laçındandır. Biz ata tərəfim, atamın anası Xoçazlardandırlar, Laçındandılar.
Mən özüm Gəranboy rayonunda doğulmuşam, Gəranboyda yaşamışam. Gəranboy həm yəni ürəyimdir, nəfəsimdir, eləcə də Laçın mənim babamın yurdudur. O da mənim üçün həyatımın önəmidir. Mən o torpaqların qızıyam. Mən bu vətənin qızıyam. Mən bir Azərbaycan qızıyam. Mən bir Türk qızıyam, Türk xanımıyam və Türk dünyası sevdalısıyam. Mən sizə izninizlə Laçın şeirimdən, həsr etdiyim Laçın şeirindən oxuyaram. Aramızda 30 ilin niskili, aramızda illər qaldı ay Laçın. Bu namərdlər, bu xainlər, xəbislər bizi səndən ayrı saldı ay Laçın, can Laçın. Bir ömürlük həsrət oldun gözümdə, bitdin dodağımda, bitdin sözümdə, zülmətə çevrildi hər gündüzümdə, həsrət saçlarımı yoldu ay Laçın, can Laçın. Baba yurdum səndə qalıb, qocalıb, sanki həyat ömrümdən öc alıb, daha qəm, kədərim arxada qalıb, gözlərim sevişdən doldu ay Laçın, can Laçın. Qurbanlar kəsdim ki arzuma yetəm, çiçək olub Laçın qayanda bitəm. Gül yamaçlı qayalarından ötəm, xoş bu günün, xoş bu halın ay Laçın, can Laçın. Duydun azadlığın xoş nəfəsini, eşitdin zəfərin şən nəğməsini, Xuraman səsinə qatıb səsini, sevincindən qanat çaldı ay Laçın, can Laçın. Elə ay Laçın, can Laçın Türk dünyasının sevgisi də Laçın həsrətli bir şairə xanım, Laçın niskili bir şairə xanım, həm də Türk dünyası sevgisi ilə yaşadı, geniş mənada. Elə hər dəfə qonağımız olan Türkiyənin prezidenti, hörmətli prezidentimiz, Türk dünyasının ağsaqqalı, belə də deyək, ay Laçın, can Laçın şeirini hər dəfə gələndə deyərdi. Arazı ayırdılar, qum ilə, su ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Bax, necə oldu ki, siz Türk dünyası sevdalısı oldunuz. Mən sizin arxivinizlə tanış oldum, yaradıcılığınızla tanış oldum. Görürəm ki, Türkiyədə çoxlu fəxri fərmanlara, çoxlu təltiflərə layiq olmusunuz. Həm də Özbəkistanda, həm də başqa Türk dövlətlərində. Sizi hər dəfə Özbəkistanda sanki qarşılayanda bir toy bayrama çevrilir sizin gedişiniz. Sizin özbəklərlə birlə olan görüşləriniz, hər görüşünüz sanki bir toy bayrama çevrilir. Bütün bu sevgini necə qazandınız? Mən əvvəllər Türk dünyası ilə çox əlaqələrim olub. Elə indi də əlaqələrim var. Türkoloq var idi, görkəmli ədəbiyyatşünas alim Aydın Məmmədov. Bu yaxınlarda onun anım günü olasıdır. Ramiz Əskər bu yaxınlarda rəhmətə getdi. Şövkət xanım Tağızadə. Onların da yaradıcılığında Türk dünyasına geniş yer ayırdı və nə yaxşı ki, bu ənənə sizin timsalınızda davam edir. Mən çox görüşlərdə olmuşam, amma sizin yaradıcılığınız qədər, sizin buradakı fəxri fərmanlarınız, Türkiyədə olan görüşləriniz qədər, bu Turana gedən yol Azərbaycan mühüm mövqedə yerləşir. Çünki Türkiyədən bütün Türk respublikalarına keçmiş Sovet dönəmində olan respublikalara gedən, Turana gedən yol elə Azərbaycandan keçir. Və nə yaxşı ki, bu yolu gedən sizi kimi yaradıcı insanlar var. Bu barədə istərdim söhbət edərdik. Əzizim Elşən müəllim, yəni ümumiyyətlə Türk dünyası, mən uşaqlıqdan Türk dünyası sevdalısı olmuşam. Amma yəni özümü o cür görmüşəm, o yerdə görmüşəm. Düzdür, Sovetlər Birliyi zamanı bu şeylər tam biraz məhdud idi, yəni imkansız idi. Amma zamanla yaradıcılığımda, həyatımda, Türk dünyasına olan sevdamda bir də gördüm ki, elə Türk dünyasının içərisindəyəm. Nə vaxt gəlib düşdüyümü bilə bilmirəm, amma gördüm ki, gerçəkdən çox sevilirəm. Orta Asiyada da məni çox sevirlər. Yəni, Türk dünyasında çox sevirlər məni, çox böyük hörmət qoyurlar. Mən də onları çox sevirəm. Çünki bilirsiniz,
Bizim əslimiz, kökümüz, soyumuz, biz bir türkük. Sadəcə olaraq illərlə ayırıblar. Sadəcə olaraq, bilirsiniz, böyük Türkistanı qəbul eləyə bilməyənlər ayırıblar, başqa-başqa adlarda, yəni parçalayıblar bizləri. Ona görə də ayrı düşmüşük. Bizim dinimiz də birdir, bizim soyumuz da birdir, bizim dilimiz də birdir. Bilirsiniz, mən belə düşünürəm ki, bizim Türk dünyamız artıq birləşməsi zamanıdır. Biz birləşməsək, biz əl-ələ olmasaq, biz zəncir kimi bir-birimizə bağlı olmasaq, inanın ki, düşmənlər çoxdur. Düşmənlər bizləri parçalayacaq. Ayrı-ayrılıqda olsaq, çox asan bir, yəni asanlıqla biz onların əlində adiləşəcəyik. Amma biz bir olsaq, bizim bütün Türk dünyamız birləşsə, biz çox güclü birliyik. Biz Türk, mən belə düşünürəm ki, yəni yeryüzü yaranandan Allah Türkə bir böyüklük veribdir. Mən İslama günəşin doğuşu kimi baxıram. Mən Türk dünyasına elə bil ki, bu dünyanın bir ən o baş tacı kimi baxıram ki, Türk dünyası nə qədər varsa dünya var. Dünya yaşayacaq, bu dünya yaşayacaq. Bilirsiniz, mən gerçəkdən Türk dünyası sevdalısıyam. Siz təsəvvür eləyin ki, Türkiyədə depremlər olduğu zaman mən çox narahatçılıq keçirtdim, çox narahatçılıq keçirtdim və həmən günlərdə mən evimə gedə bilmirdim. Sanki o enkazlar, o daşlar, o qayalar altında qalan balalar, insanlar, elə bilirdim ki, onların o soyuqluğu mənim vücuduma gəlir, mənim ruhuma gəlir və mən çox narahat idim. Evə getməyə belə utanırdım. Hətta gedəndə belə, inanın ki, evdə, ot kimi evdə üşüyürdüm, titriyirdim. Hətta həmən günlərdə mən şeirlər yazdım. Türkiyədə 6 Şubat 2023-cü tarixdə meydana gələn depremdə ölən canlara, insanlara, yəni ithaf elədim mən onu. Şəhra-şəhra oldu torpağın bağrı. Göklər göz yaşını tökdü o gecə. Yüksək binaların çığlıqlarından dünya dizi üstə çöktü o gecə. Kəndini günahkar bildi rüzgarlar. Bulutlar hıçqırdı yerə yağışı. Neçə yarım qədər küstü həyata. O gecə ağlatdı toprağı, taşı. Sıkı-sıkı sardı kədər sevinci, taşlara çırpıldı arzu, diləklər. Sıxdı gözlərini, yumdu gökyüzü, enkazlar altında sustu ürəklər. Təhammül də səndə, güc də, sabır da, çətin gündə sənsin dadım Türkiyəm, sənə can demişim, canım demişim, səndən özgəsinə yadım Türkiyəm. Səndən özgəsinə yadım Türkiyəm. Dur ey sarsılan zəmin, yetər canlar aldığın. Sıcaq ocağımızı bizə haram qıldığın. Ya Rəbb, beton altında körpə fidan balam var. Arzusu ürəyində, gözü yolda qalan var. Ah nasıl üşüyorum sıcacık ocağımda, sanki bir zülmətdəyim enkazlar qucağında. Bu masum insanlara mərhəmət eylə Allah, ulu Türk dünyasına, günəşlər doğsun sabah. Yəni, başqa şeirlərim də var, ancaq hərəsindən biraz oxuyacağım ki... Elə mən istərdim ki, növbəti sualımız belə olsun. Sizin bəstəkarlarla əlaqələriniz, sizin şeirlərinizə, axı bu kitabda da var idi, marş kimi bəstələmişdilər. Başqa lirik şeirləriniz də var. Bəstəkarlarla əlaqələrinizdən və sizin sözlərinizə yazılan mahnılardan, bunların əhatə dairəsindən, coğrafiyasından danışardınız. Bilirsiniz, Elşən müəllim, mənim bəli, bir neçə mahnılarım da oxunubdur, bəstələnibdir. Ruslan Səfəroğlu tərəfindən olubdur. Sonra bizim Ali Baş komandanımızın
yazdığım o şeir bir hərbi marş kimi o da səsləndirilib. O da çox gözəldir. Və eyni zamanda Ruslan Səfəroğlu tərəfindən sənə məktub yazacağam və bir də mən elə küsərəm səndən əzizim. Bu şeirlərim var. Sonra başqaları da var. Yenə Mirələm də oxuyur. Mirələm oxuyubdu, bəli. Sonra Nuriyə Hüseynova oxuyubdu. Ayrılıqlar yağışlar kimi gələr. Yağışların rəngi olmaz əzizim. Ayrılıqlar küləklər kimi gələr. Küləklərin rəngi olmaz əzizim. Ayrılıqlar ölümlər kimi gələr. Ölümlərin rəhmi olmaz əzizim. Yəni, bax, bu şeirlərim var, bu mahnılarım var və mənim ən çox demək olar ki, sevilən, ən çox məşhurlaşan və hətta bu mahnının sorağına Özbəkistandan gəlmişdilər. İlk dəfə sənə məktub yazacağam. Sənə məktub yazacağam. Yazacağam şirin dillə. Könlünü ovunduran yazacağam 3-5 cümlə. Sənə məktub yazacağam. Yağışın yağmasından, küləyin əsməsindən, günəşin doğmasından, nə bilim daha nədən, yazılası çox şey var, amma yazmayacağam mən sənə olan sevgimdən. Sənə məktub yazacağam, səndən uzaq yerlərdən. Hər sətir bir xatirə, sənsiz keçən günlərdən. Sevdiyim nələr varsa yazacağam ondan mən. Xəyallarda baş alıb, gedən ümidlərimdən. Amma yazmayacağam mən sənə olan sevgimdən. Sənə məktub yazacağam, ya bugün ya da sabah. Sənə məktub yazacağam, ya bugün ya da sabah. Əsas odur yazacağam, amma oxu sən Allah. Yazacağam çox sadə, bəlkə də 3-5 cümlə. Yağışın yağmasından, günəşin doğmasından, küləyin əsməsindən, nə bilim daha nədən, yazılası çox şey var. Amma yazmayacağam mən sənə olan sevgimdən. Amma yazmayacağam mən sənə olan sevgimdən. Bax, belə insanı bir anlıq başqa bir dünyaya aparan şeirlər də var. Elə götürək, sevdiklərimizə dəyər verək. Sağlığında qiymət verin insanlara, Cabir Novruz. Və bu fonda nişanəsiz gedən qız, bacım Südabəyə. Bax, bu kitabdakı bu şeirlər sanki çox həm maraqlı, həm insanı düşündürən şeirlərdir. Həm də burada sizin xarakteriniz var. Elə bil ki, sizin iç dünyanız, sizin düşüncələriniz, insanlara qarşı münasibətiniz var. Bu sizin həm peşənizdə, həm sənətinizdə, həm də doğmalara qarşı olan münasibətinizdə ana xətt kimi başa düşülür. Bax, bu şeylər haqqında istərdim. Bilirsiniz, mənim əzizim, mən ümumiyyətlə yurduma, elmə, obama, torpağıma və hətta deyərdim keçmişimə, doğmalarıma çox bağlı bir insanam. Nə qədər başqa ölkələrdə də olsam, haralarda da olsam, mənim üçün dünyanın cənnəti Azərbaycandır. Mənim üçün dünyanın cənnət guşəsi kəndimizdir. Öz evimizdir, öz ailəmizdir. Mən harda oluram olum, uzaq başı 3-4 gün qala bilərəm. Bəlkə bircə həftə qala bilərəm, bacarmaram. Allah cəmi haqq dünyasında olanlarınıza rəhmət eləsin. Mən özüm bir kənd qızıyam, bayaqda dedim sizə. Yəni, Gəranboy rayonunun Xan-Qərvət kəndində doğulmuşam, orada böyümüşəm. Orada boya başa çatmışam. Mənim böyük bacım var idi. Allah cəmi haqq dünyasında olanlara rəhmət eləsin. O vaxtı o bizim kəndimizin sanki bir anası kimi idi, ağbirçəyi kimi idi, bələdiyyə sədri idi özü. Mənim atam çox hörmətli kişilərdən biri olubdu. Allah cəmi haqq dünyasında olanlarımıza rəhmət eləsin. Enində sonunda hamımızın dönüşümüz o dünyada, haqq dünyamızdır. Amma mən hər zaman deyirəm ki, Allah bir insanı şərəfli yaşatsın, bir şərəfli yaşatsın, bir də heç vaxt Allah şərəfsizə nəsib eləməsin. İnsanın ölümü şərəfsiz əlində ola, ya şərəfsiz ölə insan. Zaten hamımız bir gün gedəcəyik. Amma nə gözəl ki, insan şərəfli yaşasın və bu dünyadan şərəfli köçsün, geçsin insan.
Bilirsiniz, mənim ailəm zəhmətkeş ailə olubdu. Mən gözümü açmışam ümumiyyətlə, həm çox yaxşı oxuyan olmuşam, həmişə uşaqlığımdan elə sevinərdim. Biz ailədə 7 uşaq olmuşuq. O vaxtlar maşallah hamı çox olurdu ailədə uşaqlar. Yəni 7 uşaq olmuşuq. Mən evimizdə 5-ci uşaq idim və mənim atam həmişə məni fərqli çox istəyərdi. Deyirdi ki, Xuraman mənim anama oxşuyur. Mənim atam bir evlad olubdu. Onlar çünki əvvəlcə olub 9 uşaq olublar. Bacı, qardaş heç biri sağ qalmayıbdı. Nəhayət bircə atam sağ qalıbdı. O da çox qəribə bir təsadüf, qəribə bir hikmət, yəni Allahın təbii bir hikmətidir. Mənim atam özü, yəni atamgilin ailəsi, babamgil çox imkanlı olublar. Onların çox qoyun sürüləri olub o vaxtı, çox yəni çobanları olubdu. Baxmayaraq ki, mənim nənəmin uşaqları olurmuş. Bir gün siz təsəvvür eləyin ki, hər dəfə uşaq gəlib 7, 8, 9 yaşına çatanda uşaq yəni dünyadan köçürmüş də bir hadisə, bir qəza, bir nə. Bir gün oturubmuşlar, bunların çökübmüş də 8 uşaq olub gedibdi. Siz təsəvvür eləyin ki, atam 9-cu uşaqdır. Bir gün bir nəfər gəlir və o bir nəfər qonaq kimi keçirmiş. Deyir, olarmı məni bir Allah qonağı saxlayasınız? Deyirlər, əlbəttə olar. Gəlir, görür ki, bunlar da atamdan elə bil ki, əvvəlki qardaşı olub, o da dünyasını dəyişibmiş. Hamı keyfsiz, hamı bikef, rəhmətli babam da bikef oturublar, nənəm, hamısı. Deyib, nə olubdur, siz niyə belə qəm dəryasındasınız? Deyiblər ki, bəs heç nə də. Babam danışıbdı ki, belə olur da, mənim qızımın balaları olur, amma qalmır. Deyir ki, olacaq. Qızınızın bir oğlu olacaq. Adını qoyarsınız İsmail. Özünün İsmail ağırlığında o vaxtı qızıl pullar var idi. İsmaili qoyarsınız tərəzinin bir gözünə də həmən o qızıl pulları qoyun, o qədər sədəqə paylayın. O qalacaq. Amma siz bunu eləyin. Bunlar düzü əvvəl biraz inanmırlar, amma sonra gerçəkdən də o cür eləyirlər. Yəni, mənim atam olan vaxtı, mənim atamın özü ağırlığında, mənim elə bil ki, rəhmətlik babamgil qızıl pulları qoyublar kasıba, yetimə, yazığa, çobanlara paylayıblar və mənim atam sağ qalıbdı. Ona görə mənim nənəm həmişə deyərdi ki, rəhmətlik nənəm deyərdi ki, mənim hər kəs bircə dəfə deyirdi, sidq ürəkdən desə ki, Allah o bir dənə İsmailini saxlasın, tək İsmailini saxlasın. Mən onun üçün vallahi nə desə eləyərəm, nə iş desə qulluğunda dayanaram. Bizdə o qədər, yəni duaların gücünə inanıblar. Duaların gücünə bizdə inanıblar. Mənim özdə nənəmgil, yəni Seyid nəsli olublar. Mənim nənəm çox, necə deyim, bir başqa cür insanlar olublar onlar. Çox sözü doğru, əməli doğru, izi doğru və nənəm də həmişə deyərdi ki, məndən elə bil ki, Xuramana keçibdi bu. Ona görə atam məni həmişə çox istəyirdi. Atam məni fərqli istəyib. Mən də həmişə istəmişəm, atam məni çox istəsin. Ona görə həm yaxşı oxumuşam, əlaçı olmuşam. Həm də istəyərdim ki, yəni bir fərqli olam da, uşaq vaxtı olanda da kənddə belə. Dərslərimlə, sonra iş görməyimlə, o qaydalara əməl eləməyimlə həmişə bir fərqli idim və məni çox istəyərdilər. Demək olar ki, bu kənddə böyüdüyüm illərdə məndən böyük bacım da var idi. Bacım mənə həmişə dəstək olub, atam dəstək olub. Həyatda yeganə mənim dəstəyim olub Allahdan sonra ailəm olubdu. Mənim öz ailəmiz olubdu, öz böyük bacım olubdu. Mən bütün işlərimdə də, şəhərdə də işlərimi qurmaqda da, yəni mənim atam, anam dünyasını dəyişdi. Sanki mənim bacıma mən bir əmanət kimi qalmışdım. Bacım mənim üstümdə yarpaq kimi əsirdi. Bacımın evladı olmamışdı. Amma bizim uşaqların hamısını özünə evlad bilirdi. Çox sevərdi və mən bacım dünyasını dəyişdi. Mən bəlkə də təkliyi o zaman hiss elədim. Ki, bacım çünki o qədər mənə arxa idi, dayaq idi, sözü ilə, hər işi ilə. Yəni, tutalım ki, gecə bir 3-də mənim atam da o cür olub. Mən bir balaca narahatçılıq olsa, bir də görərdim ki, o vaxtda
Yəni Jiguli maşınlar idi. Qurbanı da qoyublar maşının arxasına gətirirlər, həyətdə kəsirlər. Burada Bakıda payladılar, getdilər. Bax, belə olub. Mən ailədə belə yəni əzizlənmişəm, biraz da ərköyün saxlanmışam. Mən bacım üçün yazmışdım bu şeiri. Amma bacımdan əvvəl bir şeir də deyəcəm. Çünki bəzən insan sevdikləri elə bilir, həmişə yaşayacaq. Amma elə deyil. Bir də baxıb görürsən, məsələn, mən indi qəbristanlığa gedəndə, kəndimizin qəbristanlığına mən gedəndə baxıram, ilahi, qəbristanlıq dolub insandan. Adam deyir ki, ya Rəbbim, boyda baxırsan ki, xala, dayılar, xalalar, hamısı dolub, qohum, əqraba, qonum, qonşu. Deyirsən, ay Allah, bu dünyada kim qalıb görəsən? Hamı buradadır ki, yəni bizim də yerimiz oradır. Bizim də son mənzilimiz oradır. Amma gəlin görək, bilirikmi onlar bizdən hansısa bir anda ayrılıb gedəcək? Biz bilmirik heç vaxtı. Bir vaxtı görürük ki, ay sevdiyimiz getdi əldən. Deyirik, kaş belə olsaydı, gərək o kaşlara yol verməyək. Mənim bir şeirim var, rəhmətli Cabir Novruzun bir şeiri var idi, sağlığında qiymət verin insanlara. Mənim də şeirim sevdiklərimizə dəyər verək. Sevdiklərimizə indi dəyər verək, indi sarılaq. Çünki ölüm gələcək bizdən səssiz, xəbərsiz. O hər an haqdır. Zamanın ayrılıq əli əlimizdə tez-tez qapımızı döyəcək. Ayrılığın ögey baxışında tapa bilməyəcək bir-birimizi. Əcəl gəlib aparanda sevdiyimizi. Yanacaq ürəyimiz, parçalanacaq qəlbimiz. Didərgin olacaq ruhumuz, o zaman anlayacağıq ki, 1 metrə torpağın altı dünyanın o biri başından çox-çox uzaqdır, çox-çox uzaqdır. Bəli, insan gerçəkdən dəfn olunur, amma bir ömür, nə bilim, həyatın sonuna qədər əlin çatmır ki, bir daha onu görə bilmirsən ki. Ona görə də sevdiklərimizə dəyər verməliyik. Və mənim, yenə deyirəm, atam, anam dünyasını dəyişəndən sonra həyatdan gedən bacım, Allah cəmi haq dünyasında olanlara rəhmət eləsin. Mənim bacım elə-belə bacı olmayıb. Mənim bacımın əgər orada bir hadisə olardısa, bir adam ölərdisə, mənim bacım o qapıya gedərdisə, mənim bacım bir kəlmə deyərdisə, o qan davası yatardı. O söhbət yatardı. El anasıydı Südabə Muradova. Onu tanıyanlar tanıyır, bilənlər bilir. Həmişə yazığın, kasıbın, imkansızın yanında olan bir bacı idi, bir xanım idi. Özü də hələ dünyanın düz vaxtı Şveysariyada dünyanın 150 həm də təsərrüfatı var idi böyük. 158 dövlətindən yarış müsabiqəsi keçirilmişdi. O cümlədən 158 dövlətdən 8-i qalib olmuşdu. 8 dövlətdən də biri Azərbaycan idi. Mənim bacım Muradova Südabə idi. Qalib fermer çıxmışdı. Yəni elə bir, əsl belə aslan kimi bir xanım. Bizim Allah rəhmət eləsin, rəhmətli ulu öndərlə, yəni gözəl münasibəti olan birbaşa, yəni sözünü deyə biləcək bir xanım, elə bir xanım idi. O həmişə mənə deyirdi ki, mən arzu eləyirəm ki, sən iş adamı olasan. Mən o vaxtı Təchizat Nazirliyində işləyirdim, mühəndis. Sən daha yüksək, daha tanınmış biri olasan. Mən də ona həmişə deyirdim ki, zarafatsa işim peşən qutarıb, nəyimə lazımdır. Həyatımı yaşayıram da, mənə lazımdır. Amma gerçəkdən bugün həmd olsun Allahın böyüklüyünə. Yəni, onun arzuladığı hər şey gəldi oldu, amma bircə özü olmadı. İzninizlə mən o şeirdən bacım Südabiyə həsr eləyirəm, nişanəsiz gedən qız. Çünki onun evladı olmamışdı. Yenə fikrim dolaşıb, yenə halım qarışıb. Yenə çıxıb getmişəm uşaqlıq illərimə. Fikirlərim uzaqda, yenə ağlımdakı sən. Yenə sakit otaqda açıram pəncərəmi. Yenə sən qəlbimdəsən. Dənizin səsi gəlir. Bu səs ilə birlikdə isti bir nəfəs gəlir.
Bir pıçıltı qarışır bu dənizin səsinə, bu səs sənin səsindir. Sanki bir isti nəfəs dəyir bu an üzümə, bu sənin nəfəsindir. Deyirsən, can ay bacı, niyə fikirlisən sən? Deyirəm, bacın qurban, nə yaxşı ki gəlmisən. Gülümsəyib baxırsan, sakit, sakit üzümə. Gülüşünü gördükcə qayıdıram özümə. Arzular ümman, xəyallar karvanında, kaş bir dəfə bircə yol sən olaydın yanımda. Gəl tutaq biz əl-ələ, qaydaq kəndimizə. Nə olar ki, ay bacı, bircə yol gəl sən bizə. Yenə axşam düşübdü, yenə qaş qaralıbdı. Yenə evimizdəyik, anam süfrə salıbdı. Yığışmışıq bir yerə, ömrün xoşbəxt anıdır. Atamın gül balası, anamın gül balası, yadında mı uşaq vaxtı ulduzları bölərdik. Bu mənim, bu da sənin, o da onun deyərdik. Çox sevərdim göyləri, uçmaq istərdim ora. Deyərdim ki, kaş mən də çataydım ulduzlara. Sən deyərdin, ay bacı, elə demə, nə olar? Birdən uçan boş qapılar gəlib səni aparar. Mən də hərdən doğrusu qorxardım bu sözlərdən, ürəyimdə sadəcə arzulardım göyü mən. Gəl mehribanım bacı, gəl tutum əllərindən, buraxmayım səni mən. Gəl sarılım boynuna, gəl öpümüz gözündən. Axı bir vaxtlar sən də qucaqlayardın məni. Deyərdin ki, istərəm iş adamı olasan, hamı tanısın səni. Mən də deyərdim, valla sözün qutarıb sənin, nəyimə lazımdır ki, axı tanınmaq mənim. İllər keçdi bacı, ömürdən çoxu getdi. İş adamı da olduq, çoxu tanıdı bizi, amma sənsiz yaşadıq, heyf bu ömrümüzü. Sən mənim atam idin, sən mənim anam idin. Bütün varlığın ilə halıma yanan idin. Rahat uyu məzarda atamın yadigarı, nişanəsiz gedən qız, ömrümün ilk baharı. Dualarımda sənə hər gün pay ayırıb mən, Allahın dərgahında qəbula göndərirəm. Rahat uyu can bacı, məzarın nurla dolsun, hökm Allahın hökmüdür. Yerin cənnətlik olsun, yerin cənnətlik olsun. Bəli, çox gözəl şeir idi. Hörmətli tamaşaçılar, bugün biz ən böyük sərvətimiz olan, millətimizin ən böyük xəzinəsi olan qədim Azərbaycan ədəbiyyatının bir budağından, bir qolundan tanış olduq və çalışdıq ki, Xuraman xanımın poeziyası ilə həm özümüz daha yaxından tanış olaq, həm də tamaşaçılarımızı tanış edək. Çox xoş idi Xuraman xanım sizinlə görüşmək. Sizinlə heç bilmədik vaxt necə keçdi. Bu ünsiyyət çox xoş idi. Vətəndaş şairsiniz. Ən böyük fiziki yük daş daşımaqdır. Yəni, biraz canı olan adam o daşı daşıya bilər. Buradan ora, oradan bura daşımaq olar. Amma vətəndaş olmaq çox çətindir. Siz öz yaradıcılığınızla, siz öz fəaliyyətinizlə, siz insanlara olan münasibətinizlə, ordumuza olan münasibətimizlə, əskərlərimizə olan münasibətimizlə, qazilərimizə olan münasibətinizlə, ən əsası poeziyamıza olan münasibətinizlə, türk dünyasına olan münasibətimizlə vətəndaş şairsiniz. Vətəndaş, nə gözəl səslənir bu söz. Siz vətənin bir daşısınız. Siz vətən üçün sanki lazım idiniz. Sanki sizin yazdıqlarınız vətənimizin bütün tarixində hələ əsrlər gələcək, nəsillər gələcək, həm türk dünyasına, həm millətimizə, həm dövlətimizə xidmət edəcək. Mən bu
günkü gündə sizə ilk öncə gəldiyiniz üçün zəhmət çəkmisiniz, uzaq yol gəlmisiniz. Çox təşəkkürümü bildirirəm. Çox sağ olun. Bütün tamaşaçılarımıza təşəkkürümü bildirirəm. Demək istəyirəm ki, hər zaman mənim sözümün əvvəlində də, sonunda da arzularım var. Mən öz arzularımı yenə bildirmək istəyirəm xalqımıza. Mən deyirəm ki, yaşasın dövlətimiz, yaşasın millətimiz, yaşasın Azərbaycan xalqımız, yaşasın bizim Ali Baş Komandanımız, yaşasın ordumuz, yaşasın bütün Türk dünyamız, yaşasın insanlıq. Amin inşallah, amin inşallah. Çox sağ olun. Bugünkü verilişimiz burada sona çatdı. Növbəti məkanlarda, növbəti qonaqlarımızla görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.